Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, şəkil 1-ə baxaq, birinci şəkildə وَالَّذِي نَفْسِ بِيَدِهِ لَا تَقُومُ السَّاعَةُ حَتَّى تُكَلِّمَ السِّبَاعُ الْإِنْسِ وَحَتَّى يُكَلِّمَ الرَّجُلَ عَذَبَةُ صَوْتِهِ وَشِرَاكُ نَعْلِهِ وَتُخْبِرَهُ فَخِذُهُ بِمَا أَحْدَثَ أَهْلُهُ بَعْدَهُ. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, canım əlində olan Allaha and olsun ki, vəhşi heyvanlar insanla danışmadıqca, kişini qırmancının və ya əsasının qırağı, ayaqqabısının ipi danışdırmadıqca və ailəsinin ondan sonra nə etdiyini, budu ona xəbər verməyincə qiyamət qopmaz. Bu hədisi Tirmizi rəvayət edib və Albani də səhih olduğunu qeyd etmişdir. Şəkil 2-yə baxaq zəhmət olmasa, ikinci şəkil. Və digər bir hədisdə isə ayaqqabının ipi sözü yoxdur, birbaşa ayaqqabı gəlir və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, وَيُكَلِّمَ الرَّجُلَ نَعْلُهُ. Canım əlində olan Allaha and olsun ki, kişinin ayaqqabısı onu danışdırmadıqca qiyamət qopmaz. Bunu da həmçinin Əhməd rəvayət edib, Tirmizi və s. rəvayət edib və qeyd etdiyim bu hədis rəvayət edənlər İmam Əhməd Bağdadda doğulan İmam Əhməd İbn Həmbəl miladi təqvimlə 780-855-ci illərdə yaşayıb, yəni Məhəmməd Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən cəmiyə 148 il sonra yaşayıb ki, həmin bu hədisi qeyd edib, yəni özünlə hədis arasında, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem arasında bir neçə rəvayətçi vardır ki, bu hədisi o nəql edib öz kitabında yazmışdır. Həmçinin də Tirmizini qeyd etdim. İndiki Özbəkistanın Tirmiz şəhərində doğulan Məhəmməd ibn İsa Tirmizi miladi 824 və 892-ci illərdə yaşayıb. Bu da Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən cəmi 192 il sonra yaşamışdır. Hədisdə keçən vəhşi heyvanların danışması keçdi orada. Məlumdur ki, indi vəhşi heyvanlardan nə qədər vardır ki, insanlar onları əhəlləşdirib, evlərində saxlayırlar. Sözsüz ki, bu hədis də yəqin ki, gələcəkdə digər hədisləri və yaxud da indiki danışdığımız hədisin bəzi mətni kimi bəlkə də gələcəkdə kəşf olunacaq, həqiqətən də insanlarla vəhşi heyvanlar danışacaqdır. Lakin ayaqqabının danışması mövzusuna toxunaq. Şəkil 3-ə baxaq zəhmət olmasa. Baxın, məşhur The Guardian saytı Google'un danışan ayaqqabısı adlı məqalə dərc edərək həmin ayaqqabıdan danışır. Bu ayaqqabı Google tərəfindən 2013-cü ildə kəşf edilib və həqiqətən də maraqlı ki, insanla danışır. Oturanda deyir ki, dur yeri çox oturma və yaxud da yerə atsan qışqırır, deyir ki, mənə yerə atma. Səninlə əmələ başda insan kimi söhbət edir. Və hansı ki, hədis bunu 1450 il söyləmişdir, bundan öncə söyləmiş və elm bunu 2013-cü ildə icad etmiş, kəşf etmişdir. Həmçinin şəkil 4-ə baxaq zəhmət olmasa. Baxalım, burada hədisdə keçdi ki, bir hədisdə keçdi ki, ayaqqabının ipi insanla danışar, digər hədisdə ayaqqabının özünün danışmağını dedi. Baxsaq, həqiqətən maraqlı ki, ayaqqabının ipinin həmin o yerində, bu danışan yer həmin, baxsaq, texnologiya görək ki, ayaqqabının eyni ilə ipinin yerində hazırlanmışdır ki, oradan insanlar həmin bu ayaqqabı həqiqətən də danışır. Qırmancın və ya əsanın danışmasını qeyd etdikdə isə, əsa əldə çox tutulan bir şeyə deyilir. Bu gün də əlimizdə ən çox tutduğumuz şey sözsüz ki, telefondur, mobil telefonlardır. Bu da həmçinin məlumdur ki, hər bir insanın əlində gəzdirdiyi bu telefon və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, əsasının qırağı tərəfi, yəqin ki, telefon sözü qıraq tərəfindən səs çıxır və danışılır və s. Bu hədis işarədir telefonlara. Həmçinin hədisdə keçdiyi budunun xəbər verməsi. İnsana onun ailəsi nə etmişdirsə, budu ona xəbər verəcəkdir. Sözü ki, bu mobil telefonlar da cibə qoyulur, bu tərəfdə olur və evdə quraşdırılan kameralar və s. ki, insana özü olmadığı yerdə sənə xəbər verir, məlumat verir, sanki budunun danışdığı kimi bir vəsf qeyd olunmuşdur bu hədisdə. Baxsaq görərik ki, əziz izləyicilər, cansız əşyanın, misal üçün kasetin, diskin, nəyinsə səsi qeyd etməsi, yazmasını 1450 il öncə heç kəs bilmirdi. Əgər disk, misal üçün, deyək, yeni kəşflərdənsə, son əsrlərin kəşfidirsə, o zaman kimsə nəsə xəbər verərdisə ayaqqabının danışmasına və s. nəsə ağıl kəsə bilərdi, bəlkə də ki, əgər disk, kaset nəyəsə qeyd edir, yazırsa, deməli, ayaqqabıdan da cansız əşyadan səs çıxa bilər. Lakin 1450 il öncə nə disk, nə kaset olub, nəsə hansısa cansız əşyanın nəyisə qeyd edib yazması
və yaxud da danışması olmayan bir dövrdə Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləmin ayaqqabının danışmasını xəbər verməsi, gələcəkdən xəbər verməsi, sözsüz ki, Quran-ı Kərimdə Uca Allah bildirir ki, o istədiyi rəsullara qeybi bildirir və Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm də gələcəkdən Allah tərəfindən qeybi bildiyi üçün bizə bu məlumatı vermiş və o məlumat yalnız 2013-cü ildə öz təsdiqini tapmışdır. Və həmçinin bu sübutdur ki, həqiqətən də hədislər doğrudur. Biz Quranla yanaşı hədislərə də iman etməliyik. Çünki bizə Uca Allah Quran-ı Kərimdə həm Allaha itaat etməyi, həm onun rəsuluna itaat etməyi buyurur. Sözsüz ki, Allaha itaat etmək Quranı oxuyub ona əməl etməklə olur. Rəsuluna itaat etmək isə onun hədislərini oxumaqla olur ki, həmin bu hədisin birini də qeyd etdiyim. Təsəvvür edin ki, hədisi rəvayət edən hansısa səhabə və yaxud da hansısa bir ondan sonra gələn ağlı kəsmədiyi üçün bu hədisi nəql etməyib. Sussaydı ki, yox, belə şey ola bilməz. Ayaqqabı nədir, danışmaq nədir və yaxud da əsa nədir, danışmaq nədir? Qoy mən bunu danışmayayım. Lakin o səhabələr Allah Rəsulü sallallahu aleyhi və səlləmin nələr demişdirsə, hətta ağıllar kəsməsə belə onu nəql eləmişdilər ki, çatdıraq. Çünki Uca Allahın Rəsulü sallallahu aleyhi və səlləm nəyi bizə bildirirsə, o mütləq olaraq, haqq olaraq yerinə yetəcəkdir.